Semişka, bəli. Bəli, mənə. Nə demək istəyirdi? Şəkili paylaşmaq istəyirdi. Nə? Dedim, musiqi hazır. Mən üçün yoxdur. Niyə sən dedim, bu günlər mahnını sən qoyacaq? Bəli. Yaxşı hazırlar. Mən bu gün mahnıya səs qoymayacağım. Niyə? Dedim, deyil. Nə paylaşmaq istəyirdim? İstəyirəm ki, mələ, axı biz dedik, nə paylaşmaq istəyirəm? Quş şəkili idi. Onu denəz yox. Nə götürmüşdü? Google-da nədir? Nəysə, Google-da nə götürmüşdü? Quşdu, qəfəsdə şəkili əldə çəkiblər də, rəssam çəkib. Ağlayır, qəmgin durub, gözündən yaş tökülür, qəfəsdə quş. Nə yazmışdı ora? Nə yazmışdı? Mən yazmışdım, Məliyə sən. Sən yazmışdın, ya mən? Mən yazmışdım, bax. Hər kimimiz yazmamışdı. Mən istəyirdim ki, elə olsun. Allahın köməkliyi, sən mələk kömək elədi. Nə yazdın? Yazdıq ki, mələk. İstəyirəm ki, ay sağ ol, nə yazılmışdı? İlham Əliyevdən xahiş edək ki, quşları satmalı da, yəni bazarda satılır. Pişikləri də o gün 113 yığıb deyirdim. Yəni pişik bilirik, balasını necə çox istəyir də. Bunları mən təzə bazarda görmüşəm, o vaxt çoxdan. Ağ pişikləri idi, bir qəfəsə salmışlar, bir qəfəsə, amma birini istəsəm alardım, ana, balalar. Balanı da ala bilərdim, ananı da. Onlar bir-birindən ayırmaq, axı, dəhşətdir, nəysə, cinayətdir bu. Sonra, yəni, götürüb satırlar, yəni, nə istəyirdim, nə yazmışdım? İlham Əliyev qoymasın da, quşları qəfəsə salıb, satırlar. Qəfəsdən, yəni, istəmirəm də qalsınlar quşlar. Nə edirdin sən? Demişdim, həmişə eləyəcəm, amma eləyənmədim. 3-4-ün eləmişdim, 50 manatdan alırdım bir quşu, bıraxırdım havaya. Sonra bir də, dedim də, hara, babla. Mənə bir dənə yaxşı yazma düşər, deyil. Bilirəm yazılır şuradadır. Anneler, bu zooparklar nə üçündür? Məsəl üçün, qartal salqır, Bakıda var da, o çaplar evdən dönəndə işıqlar rəsmiyən, qoşum, zooparkda bir dənədir, bilməm, bir dənədir, 2 dənədir. Məndə nəsə, zoopark evimizin yanındaydı, nəsə, getmişdim, nə oldu? Orada qartal salqlar qəfəs yerində ki, böyükdür. İndi, axı o qartal, harada uçur, axı onu niyə salırlar ora? Elə bir dənə də onu deyil. Məsəl üçün, videoda görmüşdüm, başqa xaricdə olmuşdu. O ayını yemləyən adam, o zooparkda yemləyirlər. Necə olsa, ayı parçaladı onu. Yəni, axı, bu ayını niyə qəfəsə salırlar? Bu zoopark nəyimizə lazım? Uşaq baxacaq, nəyimizə? Uşaq baxmasın onu. Baxıb, kitabda baxsın, nə bilim, videolar çəkirlər, çəksinlər. Bu, gələ imini baxa o da. Zooparkın yığışdırılmağı, inşallah, amin. Niyə quşlar, heyvanlar qəfəsə salınmalıdır? Ay mələ, valla düz deyiləm. Düzgün deyil, bəli. Aferin. Arzun uydu onu bildirmə, İlham Əliyevə. Geçən gələ. Yox, sən Allah qoymur. Demişsən ki, Allah qoymur. Allah xəstini zəng eləmə demişsən dəyişir. Ancaq Quranla bağlı paylaşacaqsan, inşallah. Yəni, vüqar, elman, psixatri qusardır. Yaxşı, söz verdim, eşitirəm və itaət edirəm. Bundan qabaqçı videoda verdim də. Yaxşı. Allah xətrinə qurban olmalı. Əlbəttə, mən eşitirəm və itaət edirəm, eləmərəm. Mənim nəyimə lazımdır, o elman, psixatri məni maraqlandırmır, amma dünyada qolobal deyirlər, Mən qolobal deyirlər, nə deyir, problemdir. Dəhşətli bir şeydir ki,
İşi də ondan yaxşıdır, o pis xatırladı. Çünki o pis xatırladın əsas verdiyi əzab nəysə və danışdın əstəğfurullah. 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 Danış.